Tülkü tülkü tümbeki, biri var idi, biri yok idi. Bir tülkü var idi. Günlerin birinde tülkü baba kuyruğunu beline koyup çölde gezirdi ki görsün kuştan cemdekten bir şey tapar mı yesin. Çok gezdi, çok dolandı. Ahırda gelip çıktı bir kuyunun başına. Boynunu uzatıp eğildi, kuyuya baktı. Gördü kuyunun dibinde bir parça bak kuyruk düşüp. Tülkü sevindiğinden oynamaya başladı. Uzun kuyruğunu yere sürüye bir xeyli oynadı. Sonra öz-özünə dedi: "Yaxşıca əlimə quyruq düşüb, onu yeməsəm heç yerə getməyəcəyəm." Tülkünün ağzının suyu axmağa başladı. Elə bir quyruq çağırıb onu deyirdi: "Tülkü baba, gəl məni ye, Tülkü baba, gəl məni ye." Tülkü baba özünü saxlaya bilməyib quyuya tullandı. Göppultu ilə quyunun dibinə düşdü. Yazıq tülkünün əzilməmiş bir yeri qalmadı. Ufuldaya ayağa qalxdı. Quyruğunun yanına getdi. Ağzını açdı ki quyruğu yesin, donub yerində qaldı. Demə bu quyruq deyilmiş, bir parça ağdaş imiş. Tülkü baba çox fikir elədi, tədbir tökdü, istədi quyudan çıxsın, çıxa bilmədi. Çünki quyu çox dərin idi. Tülkü baba quyruğunu yanına qısıb bir küncdə çöməldi. Aranı dağa apardı, dağı arana gətirdi. Fikirləşdi ki buradan nə cür çıxsın. Bir də gördü bir ilanla bir tısbağa onun yanına gəlirlər. Tülkü baba sevinib dedi: "Ay ilan, tısbağa qardaş, siz burada nə gəzirsiniz?" Tısbağa cavab verdi: "Tülkü baba, biz də sənin kimi öz tamamımızın ucundan buraya düşmüşük, kənara çıxa bilmirik." Elə bu vaxt quyunun başından səs gəldi. Tülkü dedi: "Gizlənək, görək bu kimdir?" Hər üçü küncdə gizləndilər. Biraz keçmişdi, bir də gördülər bir şey tappıltı ilə quyuya düşdü. Baxdılar, quyuya düşən çaqqaldı. Tülkü ona baxıb güldü. Bu da Tülkü baba gül kimi aldanmışdı. Tamağının ucundan özünü quyuya salmışdı. Tülkü bəkdən dedi: "Çaqqal qardaş, xoş gəlmisən, beş gətirmisən." Çaqqal Tülkü babanı görüb bağırdı: "Axmaq danışma, çəkil o yana görüm, quyruq özümündür." Tülkü baba cavab verdi: "Ay axmaq çaqqal, heç acıqlanma. O quyruq deyil, bir parça ağdaşdır. Sən aldadan kimi məni də aldadıb bura salıb. İndi hamımız burada acından qırılacağıq." Çaqqal dodaqlarını büzüb ağlamağa başladı. Bu zaman quyunun başından bir gürültü eşidildi. Tülkü baba çaqqala dedi: Axmaq ağlayıb baş gözümüzü aparma. Quyunun başında səs-küy var. Gəl gizlənək. Görək indi qonağımız kim olacaq?" Çəkilib bir küncdə gizləndilər. Biraz keçmişdi, bir zorba quyudakı daşı quyruq hesab eləyib atıldı. Şappıltı ilə quyunun dibinə düşdü. Qol qaburğası əzilmiş halda yerdən qalxıb quyruğunun üstünə cumdu. Baxdı ki quyruq nə gəzir? Bu bir ağdaş imiş. Acıqlı o tərəfə bu tərəfə baxmağa başladı. Küncə qısılmış tülkünü, çaqqalı, tısbağanı, bir də ilanı gördü. Qurd bağırdı: "Yoxsa buradakı quyruğu siz yemisiniz?" Çaqqal qorxusundan tülkünün böyrünə qısıldı. Tülkü quyruğunu yerə sallayıb qulaqlarını irəli uzatdı. Burada qurd da cavab verdi: "Qurd ağa, heç acıqlanma. Bura sən deyən yer deyil. Hamımız acından öləcəyik. Sən görən quyruq deyil, bir parça ağdaşdır. O daş bizi aldadan kimi səni də aldadıbdı." "Ah, tamah." Qurdun qulağı büzüşdü. İstədi tülkünü babaya cavab versin. Quyunun başından bir səs gəldi. Bunlar hamısı qazıb gizləndi. Bir yekə donuz tappıltı ilə quyuya düşdü. Donuzun ayağı o qədər ağrımışdı ki, ayağa qalxa bilmirdi. Quyudakılar buna baxıb gülüşdülər. Donuz ağlaya dedi: "Qardaşlar, bəs siz burada nə qayırırsınız?" Tülkü baba cavab verdi: "Heç soruşma, donuz qardaş, sənin başına gələn bizim də başımıza gəlib. Gəl bəri, görək bu bir parça az daş daha hansı axmağı bu tora salacaq." Bu zaman quyunun başından bir donquldanma eşidildi. Bunlar altısı da qaçıb gizləndi. Bir böyük ayı gürültü ilə quyunun dibinə düşdü. Ayı yumuşaq idi, heç yeri əzilmədi. Tez ayağa durdu. Türklərini qabartdı. Acıqlı hər tərəfə göz gəzdirdi. Quyudakıları görüb dal ayaqları üstə qalxdı. Gözlərini bərəldib qışqırdı:
Deyin görün buradaki quyruğu hansınız yediniz? Quyudakıların dili tutuldu. Tülkü baba irəli gəriyib qorxa-qorxa dedi. Ay lələ, biz quyruq yeməmişik. Bu gördüyün quyruq deyil, bir ağdaşdır. Səni aldadan kimi bizi də aldadıb. Bura salıb heç acıqlanmı. Buradan nə sən çıxa biləcəksən, nə də biz. Ayı tülkü babanın sözünə gülüb sıçradı ki, quyudan çıxsın, amma bacarmadı. Çünki quyu çox dərin idi. Əlacsız qalıb tülküyə dedi. Tülkü baba, bəs sən nə eləyəcəksən? Buradan çıxaq. Necə eləyək buradan çıxaq? Tülkü baba cavab verdi. Mən də bilmirəm. Gəlin hamımız bir yerdə yaxşıca fikirləşək. Görək bir yol tapa bilərikmi? Hərə bir tərəfə oturub fikirləşməyə başladı. Amma nə qədər fikirləşdilərsə bir yol tapa bilmədilər. Axırda hamısı yoruldu. Hərə bir tərəfə uzanıb yatdı. Ancaq tülkü baba yatmadı. Fikir eləyirdi ki, bir kələk tapsın. Bunların hamısını ayı qırsın, özü də onun əlindən qurtarsın. O günü onlar ac qaldılar, sabahsı da ac qaldılar. Üçüncü günü tülkü gördü ki, daha dura bilmir, acından öləcək. Yoldaşlarını başına topladı. Üzünü onlara tutup dedi. Qardaşlar, görürsüz, hamımız acından ölürük. Hamımız ölməməyimizdənsə, yenə də birimizin ölməyə yaxşıdır. Qoyun, mən bir mahnı oxuyum. Hər kimin adı axıra düşsə, onu yeyək. Yoldaşlarının hamısı buna razı oldu. Tülkü ayağa qalxıb oxumağa başladı. Gör nə cür oxuyur. Tülkü tümbəki, quyruq əlümbəki, ayı axmaq, donuz toxmaq, qurd ulavuş, çakal çavuş, ilan qamcı, tısbağa canaq, biz ona qonaq. Hamı bir-birinin üzünə baxdı, tülkü üzünü ayıya tutub dedi. Ayı lələ, sən bilirsən ki, biz burada nə su tapacağıq, içək, nə arpa, nə buğda tapacağıq ki, yeyək. Ona görə də bizə çanaq saxlamaq lazım deyil. Mən nəğməni oxudum, məndən demək, sizdən yemək. Onlar tökülüb tısbağanı yedilər. Ayı dedi, tülkü baba, bundan bir şey olmadı, bir də oxu. Tülkü oxumağa başladı. Tülkü tümbəki, quyruq üstə lümbəki, ayı axmaq, donuz toxmaq, qurd ulavuş, çakal çavuş, ilan qamcı, bircə damcı. Yenə hamı bir-birinin üzünə baxdı. Tülkü dedi, ay lələ, de görüm, bizim burada atımız, ulağımız yox, qamçı nəyimizə lazımdır? Mən nəğməni oxudum, məndən demək, sizdən yemək. Tökülüb ilanı da yedilər. Ayı dedi, tülkü baba, bundan da bir şey olmadı. Bir də oxu görək kimə düşür. Tülkü oxumağa başladı. Tülkü tümbəki, quyruq üstə lümbəki, ay axmaq, donuz toxmaq, qurd ulavuş, çakal çavuş, bizdən soruş. Hamı tülkünün üzünə baxdı. Tülkü dedi, qardaşlar, çanaqla qamçını yedik. Qaldı indi bizim çavuşumuz. Çavuş nəyimizə lazımdır? Dava eləməyəcək ki, təlim verə, məclisə getməyəcək ki, əzan deyə, məndən demək, sizdən yemək. Tökülüb çaqqalı da yedilər. O günü də belə keçirdilər. Gecəyə yatdılar. Səhər tezdən yenə bir-birinin üzünə baxdılar. Ayı dedi, tülkü baba, acından ölürəm, oxu görək indi kimə düşür. Tülkü oxumağa başladı. Tülkü tümbəki, quyruq üstə lümbəki, ayı axmaq, donuz toxmaq, qurd ulavuş, səsi bayquş. Yenə də hamı bir-birinin üzünə baxdı. Tülkü dedi, ay lələ, ulavuş bizim nəyimizə lazımdır? Elə əslinə baxsan, o uladı ki, biz bugünə qaldıq. İndi acından qırılırıq. Mən nəğməni oxudum, məndən demək, sizdən yemək. Ayı o saat qurdu qarmaladı. Basıb onu da yedilər. O gün də belə keçirib sabah elədilər. Ayı üzünü tülküyə tutub dedi, tülkü baba, acından ölürəm. Durma, oxu, bir nahar eləyək. Tülkü oxumağa başladı. Tülkü tümbəki, quyruq üstə lümbəki, ayı axmaq, donuz toxmaq. Yenə də hamı bir-birinin üzünə baxdı. Tülkü dedi, ay lələ, de görüm toxmaq bizim nəyimizə lazım? Məndən demək, səndən yemək. Ayı o saat pəncəsinə basıb donuzun belinə qırdı. Hərəsi bir tərəfdən onun ətini parçalayıb yeməyə başladılar. Bir neçə günün özündə donuzun ətini yedilər, dolandılar. Tülkü donuzun ətindən bir qədər qoltuğunda gizlətmişdi. Burnunu qoltuğunun altına salıb onu yeyirdi. Ayı onu görüb
dedi. Tülkü baba, əti hardan alıb yeyirsən? Mənə də ver. Tülkü baba cavab verdi. Heç oradan almıram. Öz qoltuğumun ətini söküb yeyirəm. Sən də öz qoltuğunun ətini sök ye. Ayının ağlına batdı. Öz qoltuğunu dişi ilə söktü. Qan başladı sel kimi axmağa. O qədər qan axdı ki, axırda ayı taqətdən düşdü. Yerə uzanıb öldü. Tülkü mən deyəndə ayı axmaq, mənə gülürlər deyib, gülə-gülə ayının ətindən parçalayıb yeməyə başladı. Bir müddət də ayının əti ilə dolandı. Sonra yenə aclıq başladı. Tülkü aclığa davam gətirə bilməyib bərkdən vaqqıldamağa başladı. Tülkü vaqqıldaya deyirdi. Ah axmaq, ah axmaq tamah, ah tamah. Sən nə pis şeysən. Əgər tamahımı yıxsaydım, bura düşməzdim. Bir ovçu oradan keçirdi. Tülkünün səsini eşidib quyunun başına gəldi. İp sallayıb tülkünü quyudan kənara çıxartdı və dedi: Ay tülkü, cəmaatda toyuq qoymadın, çöllərdə quş qoymadın, yazdıqların hamısını boğub yedin. İndi də mən səni boğub öldürəcəyəm. Dərini soyub boğazından çıxardacağam. Ovçu tülkünü boğub kənara atdı. Elə bilirdi ki, tülkü ölüb. Bıçağını tiləyirdi ki, onun dərisini soysun. Birdən tülkü yerdən sıçrayıb götürüldü. Ovçu səsə qanır olub baxdı ki, tülkü onun təpənin başındadır. Səs də onun səsidir deyir. Ovçu qardaş, adam işinin birini qurtarmamış, o birinə başlamaz. Hələ bir bax gör, boğub öldürmüsən ya yox, sonra dərisini soymağa hazırlaş. Ovçu bir söz demədi. Gördü ki, tülkü düz deyir. Kör peşman evinə qayıtdı. Nağlımız beləcə də bitdi. Əziz uşaqlar, kanalımızı izləyib bizə həm dəstək olun, həm də yeni nağıllar dinləyin. Görüşənə dək.